Norveçdə 17 maydır, dövlətin ən böyük bayramıdır. 17 may burada bir dövlət bayramıdır. Və parad başlayır. Bütün Norveçin bütün şəhərlərində eyni qayda ilə parad keçirilir. Bu paradın başlanğıcıdır. Burada adamlar hamısı, bir çoxları əyinlərinə yerli paltarlar geyinirlər. Öz milli paltarlarını, milli geyimlərini. Baxın. Paradın önündə məktəblər gedir. Məktəblilər ya bağçalar gedir. Hər məktəbin öz belə emblemi, öz bayrağı ilə paradın önündə gedirlər. (1814-cü ildə Norveç müstəqillik aktı qəbul edib. Amma müstəqil olmayıb. 1905-ci ildə İsveçdən ayrıla bilib Norveç. Hadisə 1814-cü ildə 17 mayda baş verib. Hər məktəb öz ansamblı ilə, öz dəstə xətti ilə gəlir, iştirak edir. Fərqli şəkildə. Ehtimalən bunlar da məktəbin müəllimləridir. Sözün bitdiyi yerler. Maraqlı mənzərədir, ucuz və keyfiyyətli. Belə bir xoş mənzərə.